Salam, hər vaxtınız xeyir olsun. Mən Gülşən Həşimova. Bugün sizlərə Azərbaycan dilindən imtahanda rastlaşa biləcəyiniz əsas mövzu tipindən danışacağam. O, bu əvəzliklərindən sonra vergülün işlənməsi. Mütləq ki, ən azı bir sualımız bu əvəzliklərlə bağlıdır. Məsələ o, bu da vergül məsələsidir. Çalışacağım bu izahımda sizə tamamilə mövzunu mənimsətmiş olum. Gəlin çox vaxt itirməyə başlayaq. Deməli, o həm şəxs əvəzliyidir, həm də işarə əvəzliyidir. İndi necə, hansı məqamda gedişatda danışacağıq. Baxın, o şəxs məfhumunu da bildirir. Məsələn, deyirəm, o gəldi. Yəni, insanam da mən görən o. Yəni, şəxsəm. Bir də var deyirəm ki, məsələn, o qələm. Hansı qələm? Qələm nə zamandan şəxs olub, insan olub? Görürsünüz, burada işarədir. Deməli, o həm şəxs əvəzliyi ola bilir, həm işarə. Lakin bu isə ancaq işarədir. Yəni, hətta eşitmisinizmi desinlər, bu gəldi, deyirlər. Bəzən nitqimizdə istifadə edirik. Amma düz deyil. Çünki bu insan deyil, şəxs deyil ki, biz insana, şəxsə bu deyək. Yəni, o bunun insana, şəxsə işlənməsi düzgün deyil. Bu yalnız işarə üçün göstərilir. Yəni, işarə əvəzliyidir. Aha, indi gəlin vergülün qoyulmasıyla bağlı məqamlardan danışaq. Deməli, burada qeyd etmişəm ki, o, bu əvəzlikləri mübtəda vəzifəsində olmalıdır ki, vergül qoyulsun. Bəli, mübtəda vəzifəsində olmalıdır ki, vergül qoyulsun. Lakin, bəzən mübtəda vəzifəsində də olur, amma vergül qoymuruq. Bax, bunlardan danışacağım. Deməli, o, bu əvəzlikləri kim nə sualına cavab verəndə, kim nə sualına cavab verəndə vergül qoyulacaq. Amma qoyulmadığı hallar da var. Birinci gəlin işimizi rahat eləyək. Deyək ki, o, bu əvəzliyinə, əgər mən kim, nə sualını verdimsə, vergülümü qoyacam. Deməli, kim, nə sualını verdimsə, vergülümü qoyacam. Belə fikirləşirəm. İndi ammaların birazdan danışaq. Gəlin baxaq. O, cəsarətlə addımladı. Sual verin. O, kim? Deməli, vergül tez aparıb qoyuram. Kim cəsarətlə addımladı? O. Burada o nədir? İnsan, şəxs əvəzliyidir. Və hansı suala cavab verdi? Kim? Deməli, mən yadımda bunu saxladım ki, Gülşən müəllim demişdi ki, bax, götürün tez dəftəri açın, qeydinizi götürün, yazırsınız ki, o, bu, kim nə sualına cavab verəndə vergül olacaq. Bunu yazıb nöqtəvizi qoyursunuz, aşağıdan da yazırsınız ki, olmaya da bilər. İndi onu birazdan deyəcəm. Aha, deməli, kim nə sualına cavab verəndə mən bildim ki, vergül olacaq. O cəsarətlə addımladı. Kim o? O oxuyanları təriflədi. Kim o? İndi amma bura baxın. Bu dəftəri aldım. İndi gəl buna sual verin. Verin, özünüz verin. Mən vermirəm. Bax, bu dəftəri aldım. Sual verin. Düşünək. Mən düşündüm ki, hansı sualına cavab verir? Bax, bu dəftəri aldım. Hansı? Bu dəftəri. Mən nə dəftəri deyəmirəm axı. Deməli, gördüm ki, bayaq Gülşən müəllim demişdi ki, əgər o, bu, kim nə sualına cavab verərsə, vergül olar. Mən baxıram ki, burada bu hansı sualına cavab verdi? Yəni, kim nə sualına cavab vermədi? Deməli, vergül olmayacaq. Bax, vergül olmayacaq. Bəli, əgər hansı sualına cavab verirsə, vergül olmur. Kim nə sualına cavab verəcəksə, vergül olacaq. Deməli, birinci vergül məsələsində yadıma salıram ki, Gülşən müəllim demişdi ki, əgər o, bu vergül səndən soruşursa testdə, kim nə sualını birinci ver? Gör, kim nə sualına cavab verəcəksə, vergül 90% olacaq. İndi 10% ehtimal var, birazdan onu görəcəyik. Deməli, bildim ki, kim nə sualına cavab verəndə mən vergülümü qoyuram. Amma məsələn, burada baxıram ki, bu hansı sualına cavab verdi, mən vergülümü qoymadım. İndi keçirəm nəyə? Burada yazmışam ki, isim, sifət, say, zərf, fe'li sifət işlənməlidir ki, vergül qoyulsun. Bax, o ammanın bir tərəfidir, belə deyim. Baxın, o cəsarətlə addımladı. Sual verin. O. Kim? O. Kim sualına cavab verdi? Baxıram, burada nə yazmışam? Özündən sonra zərf gələrsə vergül olar. Aha, bu nədir? Cəsarətlə. Necə? Nə tərzdə? Cəsarətlə. Deməli, zərfdir. Burada da gördüm ki, mən kim sualına cavab verdi? Vergülüm olacaq. Deməli, o, budan sonra zərf gələrsə, vergülümü qoyacam. Kim nə sualına cavab verir? Birinci şərtimiz nədir? Baxıram ki, o, bu, kim nə sualına cavab verir? Aha, əla.
90% vergülümü qoyacam. İndi 10% məni düşünməyə vadar eləyən nədir? Ondan sonra gələn söz, yəni o budan sonra gələn söz. Baxıram ki, deyir, o cəsarətlə addımladı. Baxıram cəsarətlə zərfdir. Yadıma salıram ki, hə, Gülşən müəllim demişdi ki, kim nə sualına cavab verirsə, qatdaladın cibvə qoydun ki, hə, vergülüm var. Amma 10%-im nə idi? 10%-im zərf. Hə, baxdım bu zərfdir. Hə, deməli zərf gəlibsə, hə, vergül olacaq. Deməli əla, 100% ödəndi. Aha, bu ödəndi. Burada vergül olacaq. Keçək ikiyə. Bu dəftərləri aldım. Sual verin, bu dəftərləri. Bu dəftərlər, hansı dəftərlər? Hansı sualına cavab verdi? Avtomatik bunu silirsiniz. Bu mənim nəyimə lazımdır? Bu axı kim nə sualına cavab vermədi? Burada heç vergül olası deyil. Aha, bunu sildim. Sonra o oxuyanları təriflədi. İndi baxaq. O oxuyanları təriflədi. Sual verin. Kim? O. Aha, baxdım yenə kim sualına cavab verdi. Deməli 90% vergülüm var. İndi 10% özündən sonra gələn sözə baxıram. Baxıram ki, oxuyanların sözü feili sifətdir. Ən çəkicisi var. Burada Gülşən müəllim nə yazıb? Feili sifət. Deməli, feili sifət olanda vergül olacaq. Əla. İki şərtin ikisi də ödəndi. Həm kim nə sualına cavab verdi? Tez vergülümü qoyuram. Amma özümdən sonra gələn sözə baxıram ki, görüm zərfdirsə vergül qoyacağam. Feili sifətdirsə vergül qoyacağam. Saydısa vergül qoyacağam. İsimdirsə vergül qoyacağam. Sifətdirsə vergül qoyacağam. Bəs indi sual verə bilərsiniz. Gülşən müəllim, hansı halda mən vergül qoymayacağam? İndi gəlin ona baxaq. Mən sizə bir asan yol öyrədəcəm. Bu sirri heç müəllim tələbəsinə verməz ki, mən sizə verirəm. Baxın. Baxın. Vergül hansı halda olmayacaq? Kəf sözünü yadınızda saxlayın. Məsələn, mürəbbə bişirirsiniz. Mürəbbənin üzərisində nə bağlayır? Kəf. Bu kəf sözü ilə yadınızda saxlayın ki, köməkçi nitq hissələri, əvəzlik, feil gələrsə, kim nə sualına cavab versə belə vergül qoymayacam. Baxın, məsələn, deyirəm, o mənim bacımdır. Burada baxın, o. O nədir? O, kim? Şəxs əvəzlik. Görürsən, cümləyə hansı sual verdim? O mənim bacımdır. Kim o? Deməli, kim sualını verdim? Deyirsən ki, Gülşən müəllim, vergül olacaq da. Sən öyrətmirsən ki, kim nə sualına cavab verdi, vergül olacaq. Bəli, 90% olacaq. Amma o mənim bacımdır. Mənim gəlib baxa. Ondan sonra mənim sözü gəlib. Mənim nədir? Əvəzlik. Biz də nə deyirik? Əvəzlikdə kim nə sualına cavab versə də, özündən sonra əvəzlik gələrsə, vergül olmayacaq. Deməli, kəf sözü ilə yanınızda saxlayırsınız. Köməkçi nitq hissəsi gələrsə, vergül olmaz. Köməkçi nitq hissəsi hansılardır? Gəlin bir baxaq. Ədatdır, nidadır. Düzdür, indi istisnalar var. Bir neçə nüans deyəcəm köməkçi nitq hissələrində. Məsələn, modal sözün öz vergülü var. O bunun vergülü deyil. Modal sözün öz vergülüdür. Mən qoyuram cümlədə. O başqa məsələ. İndi birazdan deyəcəm onu. Deməli, kəf sözü ilə yadımda saxlayıram ki, köməkçi nitq hissəsi gələrsə, əvəzlik gələrsə, feil gələrsə, mən istəsəm də, kim nə sualına cavab versə də vergül qoymuram. Olmaz. Niyə? Çünki kəf vergülü sevmir. Deyir, istəmirəm. Nə olsun kim nə sualına cavab verirəm? Mən vergül qoymayacam. Bu ilə yadınızda saxlayırsınız. Deməli, bir nüans dedim ki, gəlin indi ona qaydaq. Deməli, bircə dəqiqə, buradan. Deyir, burada yazmışam. Modal sözlər və nida qaydalara əsasən hər zaman vergül ilə ayrılan köməkçi nitq hissəsidir. Bu nədir? Bayaq dediyimə dayanacağıq. Modal sözün özünün vergülü var. Bilirik ki, modal söz cümlənin əvvəlində gələndə özündən sonra, cümlənin sonunda gəlir. Daha doğrusu cümlənin əvvəlində gələndə özündən sonra, cümlənin sonunda gələndə özündən əvvəl, ortada gələndə isə hər iki tərəfdən vergüllə ayrılır. O bunun vergülü deyil. Məsələn, bax, o deyəsən gələcək. Necə cümləyə sual verək? O, kim? Düzdür, kim sualına cavab verib. Amma burada deyəsən sözü modal sözdür. Əslində biz demişik ki, köməkçi nitq hissələrindən sonra vergül olmur. Amma bu deyəsən sözü modal söz olduğu üçün öz vergülüdür. Yəni onun bir əlaqəsi yoxdur köməkçi nitq hissəsi olması ilə bağlı. Yəni modal söz özü vergülü sevən sözdür. Bir dənə modal sözdür, bir də nidalarda da bilirsiniz vergül məsələsi var. Onlar ikisi gələrsə, o bir növ belə deyim ki, onların öz vergülüdür. Yəni başqa şeylə onun əlaqəsi yoxdur. Yəni bu əvəzlikləri mütləq imtahanda ən azı 1-2 sualınızdır ki, yaxşı bilməlisiniz.
Ona görə kanalıma abunə olun. Aşağı hissədə abunə olmaq hissəsi var. Ona toxunub abunə olun ki, Azərbaycan dilindən faydalı izahlar daim yerləşdirəcəm. Bu izahlar sizin imtahandan keçməyinizə kömək olacaq. Tamamilə ödənişsizdir. Həmçinin izahlarımı paylaşın, böyük bir kütlə ilə bölüşün ki, biz də sizin tələbatınızı hiss edib bu izahları kəsməyək. Dərslərimizə yazılmaq üçünsə 055, aşağıda nömrəmiz qeyd olunmuş 055 280 5924 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.